Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bu videomda mən sizlərlə çox dadlı, ləzzətli, əzilməyən ərək mürəbbəsi hazırlayacağım. Heç bir vasitədən istifadə etmədən dağılmayan ərək mürəbbəsi bişirək birlikdə. Bunun üçün mən mütləq bərk ərəklər götürürəm. Əlinizlə baxın, yumuşaqdırsa onunla mürəbbə bişirməyin, çünki dağılacaq. Bərk ərikləri götürürük, soyuruq, qabın içərisinə yığırıq. Mən iki hissəyə bölərək mürəbbəni hazırladım. Diri formada da çərdəyini çıxarıb hazırlaya bilərsiniz. Qeyd edim ki, qabıqlı formada hazırlayanlar var. Ancaq qabıqlı formada hazırladığımız zaman yedikdə ağızda xoşagəlməz bir hiss verir, bərk olur. Ona görə də mən elə istəmədiyim üçün bölərək, belə qabığını soyaraq hazırlayıram. Qabığını soyduqdan sonra iki hissəyə bölürük, çərdəyini çıxarırıq, sudan keçiririk, yəni yuyuruq, əzilməmək üçün süzəkdə yuyuruq ki, üzərindən su keçirək, təmiz olur. Bu zaman artıq qalmır ki, qarışdırıb əzək ərikləri və şəkər tozuna qoyuram. Hardasa 4 kiloqram yarım ərik üzərinə 3 kiloqram şəkər tozu əlavə edirik. Bu qədər şəkər tozu bəs edir, artıq əlavə etməyə ehtiyac qalmır və bir gün hardasa gözlədirik. Əslində 3-4 saat sonra gördüyünüz formada suyu çıxır. Mən axşamdan qoydum, səhər durdum, artıq bu formada suyu çıxmışdı, əriklər kiçilmişdi, yəni büzüşmüşdü, artıq bişirməyə hazır idi və qoyuram qazın üzərinə, orta xodda bişirməyə başlayıram. 10-15 dəqiqə qaynadıram, üzərinə yığılan o daşası köpükləri götürürəm və 10-15 dəqiqə qaynadıb yenidən qazın altını söndürürəm. Yəni qabın altını söndürürəm və yenidən soyudub, yəni 2-3 saatdan sonra yenidən bişirirəm. Bu zaman əriklər dağılmır, bişirdiyimiz formada qalır, yəni əzilmir. Əlbəttə ki, içərisində tək-tük əzilən olur, o da ki, yenə qeyd edirəm. Biraz yumuşaq əriklər əzilir, ancaq bərk formada olan əriklər necə qoymusunuzsa o formada qalır. Artıq ikinci dəfədir ki, qaynadıram, içərisinə limon duzu və yaxud da mən limon əlavə etdim. 2-3 xörək qaşığı limon suyu və limon dilimi də əlavə edə bilərsiniz. Mən böyük limonu 2 hissəyə böldüm və suyunu əlavə etdim. Bir neçə dilim də limon dilimi əlavə etdim və 3-4 dəqiqə qaynadıram. Sonra isə qazı söndürürəm, qoyuram soyumağa. Hazır olmağında qabın içərisinə mürəbbənin suyundan əlavə edib, soyduqdan sonra barmağımız vasitəsilə çəkirik. Əgər ortası birləşmirsə, yəni mürəbbənin suyu xətt çəkdiyimiz yerdən birləşmirsə, deməli hazırdır. Və söndürürəm, üzərinə yığılan kəfi, yəni köpüyü salfet vasitəsilə götürürəm. Budur, möhtəşəm, çox dadlı ərik mürəbbəmiz hazırdır. Soda falan heç bir şeydən istifadə etməyərək bu mürəbbəni hazırladım. Çox dadlı, görüntüsü də möhtəşəm, işıl-işıl mürəbbə hazırladım. Mütləq siz də göstərdiyim formada hazırlayın. Əminəm ki, sizdə də gözəl alınacaq. Bəyəndinizsə mütləq kanalıma abunə olub like atmağı unutmayın. Hələlik deyirəm, gələn videolarda görüşərik.